İlk önce teşekkür ederim ekibinize. Çok teşekkür. Onların emeği çok büyüktü ve onlar gece gündüz uşaqlarla beraber işlediler, okudular ve öğrettiler. Uşaqlar da çok sağ olsun bizi kimi valideynləri və müəllimlərini sevindirdiler ve layık olduğu qiymətləri 500 balı yığdılar. Çok teşekkür ederim. Size de, uşaqlarınıza da, bütün valideynlərə də. Çünkü biz uşaqların yanında olmasa, uşaqlar da daha yaxşı nəticələrə hem valideyn hem müəllimlər tərəfindən yəni dəstək olduqda belə deyək, öyrətdik. Yani önce teşekkür ediyorum bütün Azeredu kollektifine, müəllimlərə, Arifin hocaya, Musa hocaya, bütün hocalara. Yani her birinin zəhməti doğrudan da çok büyüktü. Yani bu imtihan da çətin imtihandı. Yani uşaqlar elə belə düşünməsin ki, asan bir imtihandan 500 bal alıblar. Böyük bir zəhmət. Yani gece gündüz saat 11'e kadar, gece saat 3'e kadar diyelim ki yatmadan bunlar çalışırlar. Çalışmasaydılar bu qiymeti alabilmezdim. Ona göre her birine öz minnətdarlığımı, təşəkkürünü bildirirəm. Hem müəllimlərə, hem uşaqlara ki bizi de duygulandırıblar, sevindiriblər. Biz de bu sevinç hissini sizlerle bir yerde bölüşürük. Yani həqiqətən böyük bir fəxirdir. Dünyada yani 20 bin uşağın içerisinde fərqlənmək ve Azərbaycandan da belə deyək 4 nəfər uşağın içerisinde yani 4 nəfərin 500 bal almağı böyük bir ucalıqdır bizə görə ki biz fəxr edirik ki bizim belə evlatlarımız var ve gələcəkdə də bu timsalda da universiteti inşallah bitirərlər. Yani qiymət aşağı düşmək məsələsi yoxdur. Səsləri ucadan gəlsin və Azərbaycanı gələcəkdə də ucaltsınlar, yüksəlsinlər. İnşallah.